Salam dəyərli şagirdlər və dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, keyfiniz yerindədir. Deməli, biz dünən izah elədiyimiz orfoqrafiyadan 30 söz seriyamızın davamını izah eləyəcəyik. Buradan seçilmiş sözlər, topludan götürülmüş, imtahana düşən ən vacib sözlər və ən çaşdırıcı sözlərdir. Ona görə dəftər qoyun qarşınıza və izah elədiyimiz hər bir sözün doğru yazılışını dəftərinizə qeyd edin. Və hər gün həmin sözləri çalışın bir 20 dəfə özünüz üçün oxuyun ki, sözlərin doğru yazılışı dilinizə yatsın. Vaxt itirmədən, sizi də yormadan gəlin izahlarımıza davam edək. Deməli, 31-ci sözümüz fitva sözüdür. Burada diqqətli olmaq lazımdır nədə? Fitva sözünü fitva kimi versə və yaxud da fətva kimi versə, fitva yox, fətva kimi versə yanlışdır. O sözün doğru yazılışı fitvadır. Fitva da nə deməkdir? Din alimlərinin din haqqında çıxartdığı hökmlərə deyilir. Daha sonra simfoniya sözünə fikir verək. Simfoniya orkestr üçün yazılmış bəstə deməkdir, musiqi əsəridir və simfoniya s ilə yazılmır. Simfoniya görsən yanlışdır. Simfoniya formasında olacaq. Sonra amnestiya sözünə fikir verək. Cəzalı şəxsin bağışlanması deməkdir. Amnestiya sözünü məsələn adətən testdə yanlış təqdim edəndə və biz çaşdırmaq istəyəndə amnestiya kimi verirlər. Bu yanlışdır. Amnestiya deyil, amnestiyadır. Yəni iki dənə i var orada. Amnestiya. Amni sözü yanlış olacaq. Sonra digər önəmli sözümüzə gələk. Kulminasiya sözünə gələk. Kulminasiya nədir? Ədəbiyyat əsərlərində, süjetli əsərlərdə hadisənin ən həyəcanlı yeridir. Və kulminasiya sözünü bizə belə verirlər. Kulminasiya formasında. Kulminasiya yanlış olacaq. İ yoxdur orada. Kulminasiya formasında olacaq. Bu amnestiyadır, kulminasiya, bunlar yanlışdır. Amnestiya, kulminasiya. Belə yadda saxlayacaqsınız. Daha sonra bloknot sözünə fikir verək. Bu sözü məsələn bizim üçün yanlış yazanda belə yazılır. Bloknot kimi. Bloknot səhvdir. Bloknot olmalıdır. Not sözünü olsa yadda saxlayaq. Not qeyd deməkdir ingilis dilində. Və bloknot da bu formada yazılacaq. Sonra aglutinativ deməli bir dil ailəsinin növüdür. Bu aglutinativ sözü belə yazılır. Aglutinativ. Sən bunu belə görə bilərsən. Aglutinativ, bu yanlışdır. Aglutinativ səhvdir, aglutinativ olmalıdır. Daha sonra barelyev heykəltaraşlıqda bəzək növü deməkdir və bu sözün yazılışı barelyev formasındadır. Barelyev və belə də yadda saxlayacaqsın. Sonra gələk digər sözlərimizə. Profilaktika sözünə fikir veririk. Profilaktika. Belə yadda saxla. Məsələn, tez düşən sözlərdən biridir. Tez-tez qarşımıza çıxır. Növbəti sözümüz prospekt sözüdür. Prospekt sözün yazılışı prospekt formasında olacaq. Sən A ilə yazılışı görsən, yanlışdır. Daha sonra şifoner sözünə məsələn fikir verir. Bizi məsələn yazılışda şifoner kimi verə bilərlər. Yanlışdır. Şifoner formasını yazılır. Hər iki söz, yəni həm prospekt, həm şifoner sözləri O ilə yazılır. Tələffüzü isə A ilə olur. Növbəti sözümüz buldozer sözüdür. Buldozeri buldozer kimi yaza bilərlər. Səhvdir. Buldozer formasında yazılmalıdır. Bir digər sözümüz qəhvədan sözüdür. Qəhvədan kimi bizə məsələn bunu yazırlar. Yanlışdır. Qəhvədan olacaq. Qəhvə kofe deməkdir. Belə yadda saxla ki, qəhvədan belə bu formada yazılır. Daha sonra digər önəmli sözlərimizdən birinə gəlirik. Yeknəsək sözünə. Yeknəsək sözünü bizim üçün yeksənək formasını yazırlar. Nəsəq ilə sənəq yazırlar. Bu yanlışdır. Yeksənəq deyil o söz. Yeknəsəqdir. Yeknəsəq də təkrar olunan cansıxıcı deməkdir. Məsələn, birinə mən durub deyə bilərəm ki, sən çox yeknəsəq insansan. Maraqlı sözü lüğətinizə əlavə edə bilərsiniz. Cansıxıcı deməkdir və nəsəq formasında yazılır. Yadda saxlayaq. Daha sonra hospital sözünə fikir veririk. Hospital deyil, o rus dilindən dilimizə gəlir. Çünki ruslar h-q deyirlər, amma o hospital formasında yazılır. Daha sonra gigiyena sözünə fikir veririk. Gigiyena sözündə bəzən bizdə ini salmırlar yazılışı, amma yanlışdır. Gigiyena olmalıdır. Gigiyena görsən, yəni ini görməsən yanlışdır. Sonra pansionun aksiyon sözlərinə fikir veririk. Pansion nədir? Kiçik evə oxşar otel, yəni mehmanxana. Pansion sözündə y yoxdur. Yəni pansiyon görsən səhvdir. Bəli, tələffüzdə pansion, aksiyon da aksiyom olur. Y əlavə olunur. Amma yazılışda aralarında i ilə onun arasında y yoxdur. Diqqətli olmaq lazımdır. Keçək növbəti sözlərimizə. Deməli, laborant sözünə fikir verək. Laborant sözü
Laborant kimi verilsə yanlışdır, laborant kimi yazılır. Sonra akordeon sözü var. Yazılışı belədir. Akkordeon. Bunu yadda saxlayacaqsan. Qarmına oxşar nəfəsli musiqi alətidir və 2 dənə k ilə yazılır və y yoxdur tərkibində. Yadda saxla. Bu sözü çox tələffüz eləməlisən ki, dilvə yatsın. Sonra mücəssəmə var, əks təsirdir. Mücəssəmə ə ilə yazılır. Mücəssimə görsən səhvdir. Mücəssəmə formasında yazılacaq. Daha sonra de jure sözümüz var. De jure nədir? Yəni qanuna görə. O defisdən yazılır. Defisivi yadda saxlayacaqsan. Növbəti sözümüz debutant sözüdür. Debutant nədir? İlk dəfə çıxış edən, məsələn, aktyor və yaxud da ki, idmançıya debutant deyilir. Hətta leksik norma pozuntu suallarında, məsələn, bu sözü tez-tez qarşımıza görə bilərik suallarda. Niyə? Məsələn, debutant yazılırsa, artıq ilk dəfə sözünü işlətməyə ehtiyac olmur. Leksik norma pozula bilər. Sözün mənasını yadda saxlayaq ona görə. Ü ilə yazılır. Debutant görsən səhvdir. U ilə yazsa yanlışdır. Distributor sözünü də U ilə yazsa yanlışdır. Distributor olmalıdır. Hər ikisində yazılış Ü ilə olur. Yadda saxlayacaqsan. Daha sonra gəldik digər önəmli sözümüzə. Əskik sözünə gələk. Bu söz əksik formasında deyil. Yəni birinci s sonraki gəlir. Yadda saxla. İspanak sözü var. İspanak sözünü qını x kimi və yaxud da ispanaq q kimi yazsalar yanlışdır. İspanak formasında. Bəzən belə yazırlar. İspanaq. Banaq da yanlışdır. İspanaq formasındadır. İspanaq. Yəni p ilə yazılır. Daha sonra peşmanla hökmdar sözlərinə fikir verək. Sözləri belə yaza bilərlər. Peşiman, hökmüdar ya da hökmdar formasında yaza bilərlər. Hökmdar. Yanlışdır. Yəni, bu sözlərin hər ikisi peşman və hökmdar formasında yazılacaq. Meridian sözünə fikir verək. İni bəzən silirlər, meridian formasında verirlər. Ya da meridian kimi yazırlar, y əlavə edirlər, amma onların heç biri yoxdur. Meridian kimi yazılacaq. Belə yadda saxla. Perron nədir? Bu sözü ümumiyyətlə özüm salmışam. Perron marşrutun dayandığı sərnişinlərin mindiyi yerdir. Yəni, dayanacaq. Və bu söz yadda saxlayıb tez-tez qarşınıza çıxa bilər. Və gələk son sözümüzə, sizi yormadan mövzunu bitirək. Laboratoriya sözünü sənin üçün laboratoriya kimi verə bilərlər. Amma yadda saxla, hamısı A deyil. Birincisi A, sonra O, sonra A, sonra O, sonra A. Yəni ardıcıl gəlir, o A'lar sıralanır. Belə yadda saxlaya bilərsən. Ümumiyyətlə bil də, yəni laboratoriya kimi yazılacaq həmin sözümüz. Belə dəyərli şagirdlər və müəllimlər. Deməli, bu sözləri dərslərinizə yazırsınız və hər gün bunları təkrarlayırsınız. Eyni zamanda onlayn və əyani dərslərimizə qoşularaq ətraflı, daha çərçivəli izahlarla da tanış ola bilərsiniz. Videonu bəyənməyi, növbəti videoları keçid eləməyi unutmayaq ki, daha çox yararlanaq. Özünüzə yaxşı baxın, gələn çəkilişlərdə görüşənədək.